Salam, mən Nurlan müəllim. Bugün iki sualın həllinə baxacağıq biz. Biri həndəsədən üç-bucaqlar mövzusuna aiddir. Biri isə natural ədədlər mövzusuna aid sualdır. İlk öncə həndəsə sualına baxaq. Deyir ki, bərabər yanlı üçbucağın oturacağa çəkilmiş hündürlüyü 20 sm, oturacağın yan tərəfə nisbəti 4/3 olarsa, üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapmaq lazımdır. Sən ilk öncə bilməlisən ki, üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu R bərabərdir. A vurulsun B vurulsun C bölünsün 4S'dir. Burada A'mız, B'miz, C'miz üçbucağın tərəfləri, S üçbucağın sahəsi, R isə həmin üçbucağın xaricinə çəkilmiş çevrənin radiusudur. Yəni burada mənə nələr lazımdır? Üçbucağın tərəflərini bilmək və sahəsini bilmək. Deməli, üçbucaq çəkirəm. Bərabər yanlı üçbucaq. A, B, C. Bu üçbucağın hündürlüyü 20 sm-dir. Oturacağa çəkilmiş hündürlük. Burada A və AB tərəfini və BC tərəfini bərabər qəbul etsəm, hündürlüyümüz 20-dir. BH adlandırsaq, bura 20. Və oturacağın yan tərəfə nisbəti 4/3 şəklindədir. Nəyi bilməlisən burada? Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş, yəni oturacağa çəkilmiş hündürlüyü median tən bölən. Üçü də bir-birinə bərabərdir. İndi 4-ün 3-ə oturacağın yan tərəfə nisbəti 2K deyirəm, 2K deyirəm. Çünki həmçinin bu hündürlük median rolunu oynayır deyə. Bura olacaq 3K. 3K. Daha sonra ABH üçbucağı düzbucaqlı üçbucaqdır. Pifaqor teoremini tətbiq etsəm nə olacaq? 3K'nın kvadratı bərabərdir. 2K'nın kvadratı ötərizədə. 2K'nın kvadratı üstə gəlinsin 20'nin kvadratına. Buradan 3K kvadratı 9K kvadratı bərabərdir. 4K kvadratı üzərinə gəlinsin 400. 5K'nın kvadratı bərabərdir 400'ə. Buradan da K'nı tapıram. 80, 80'dən kök çıxardanda 16 vur 5, 4 kök hatta 5 edər. Deməli, K'mız 4 kökdə 5'ə bərabərdir. Gətirib uyğun olaraq yerinə yazsaq, 3'ü 4 kök hatta 5'ə vuranda 12 kök 5. Gəl bunu fərqli rənglə yazaq. 12 kök 5. 12 kök 5. 8 kök 5, 8 kök 5. Burada elədi 16 kök hatta 5. İndi gətirib bir-bir verilənləri qeyd etsək, A'mız, B'miz bərabər olduğundan 12 kök 5 vurulsun 12 kök 5 vurulsun oturacaq 16 kök hatta 5 bölünsün 4 vurulsun. Sahənin nətər tapıram üçbucaqda? Tərəf və həmin tərəfə çəkilmiş hündürlük hasilinin yarısı. Yəni 16 kök hatta 5 vurulsun hündürlüyüm bölünsün 2. O da bərabərdir. O da bərabərdir. 16 kök 5 ilə 16 kök 5 getdi. 2 ilə 4 getdi. 2 qaldı. 12 kök 5'i 12 kök 5'ə vuranda belə yazaram. 12 vur 12 kök 5'i də kök 5'ə vuranda 5 edər. Bölünsün 2 vurulsun 20. 20 ilə 5'i ixtisar apardım. 4 burada 1 qaldı. 12 ilə 4'ü apardım. 3 burada 1. 2 ilə 12 apardım. 6 qaldı. Yekun olaraq 6 vurulsun 3. O da bərabərdir 18. Deməli, bu üçbucağın xaricinə çəkilmiş, yəni bunu demək istəyirsən. Xaricinə çəkilmiş çevrəsinin radiusu, onda məsələn belə bir şey qeyd edək. Xaricə çəkilmiş çevrəsinin radiusu 18'ə bərabərdir. Bu birinci sualın həlli. Cavab D variantı. Növbəti sualımız. Deyir 84 ədədinin natural bölənləri arasından təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapmaq lazımdır. Bayaq mən natural ədədlər dedim. Həmçinin burada ehtimal mövzusunu da bilməliyik. Deməli, hadisənin ehtimalını necə tapırıq? Hadisənin ehtimalını tapan zaman əlverişli halların sayını bölürsən bütün halların sayını. İlk öncə 84 ədədin ayraq vuruqlarına, sadə vuruqlara. 84'ü 2'ye böləndə 42. Sonra 42'ni 2'ye böləndə 21. 21'i 3'e böləndə 7. 7'ni 7'ye böləndə 1.
84 ədədinin sadə vuruqlara ayrılışı bu formadadır. Standart şəkildə göstərsək bunu, yazaram belə. 84 bərabərdir. 2-dən olduğuna görə 2-nin kvadratı, üstdən 1 dənədir, elə üstünə 1 yazıram. Vurulsun 7-dən 1 dənədir. Bu birlər yazmaqdan məqsədim var. Natural bölənlər arasından təsadüfən seçilmiş birinin sadə ədəd olması. İlk öncə bilməlisən ki, sadə bölən neçə dənədir burada? Natural bölən nədir? Nə deyilən şeydir? Ədədin natural bölənlərinin sayını tapmaq üçün həmin ədədi sadə vuruqlara ayırırıq. Daha sonra standart şəkildə göstərdikdən sonra sadə vuruqların qüvvətlərinin üzərinə, yəni 2-dir, 1-dir, 1-dir, 1 əlavə edib hasillərini tapıram. 2, 2, 3. Cavab 12. Deməli, 84 ədədinin 12 ədəd natural böləni və yaxud da ki, böləni var. Bütün halların sayı 12 elədir. Məxrəcə 12 yazdım. Bəs bunun neçəsi sadədir? Sadə bölənlərin sayı isə təkrarlanan vuruqlar bir dəfə sayılır. Təkrarlanan bölənlər bir dəfə sayılır bu sadə vuruqlar içərisindəki. Yəni 1 dənə, 2 dənə, 3 dənə. 3 dənə sadə böləni var. İxtisar aparsam 4də 1, cavab 0,25. Həll oldu.